Hacı Leylək Ovçu Qasımın hekayətlərindən. Qardaşlar, sizə quşların həyatından çox söyləmişəm. Nə etməli? Ovçunun başqa söhbəti ola bilər. Quşların, heyvanatın aləmi ovçunun da aləmidir. Onların həyatı bizim həyatımızdır. Xalq bizi quşlara, heyvanlara düşmən hesab edib deyir. Ovçu ki bir quşu ya bir heyvanı gördü, güllə atmaya bilməz. Belə deyil. Mən bir dəfə meşədə ov etdiyim zaman talıya yovuqlaşdım, baxdım bir qırqovul xoruzu özünü mərdanə çəkib durmuş, yanında dişisi ətrafını cücələr bürümüş otlayır. İndi özünü söyləyin. Elə təşəkküslə öz ailəsi içində durmuş qırqovula mən gülləmi ata bilərəm. Mənim qolum quruyar. Quşlara yovuq olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymaz. Onlarda bir-birinə dostluq, düşmənlik, məhəbbət, rəqabət, qısqanclıq görmək mümkündür. Göyərçinlərin ər-arvad sədaqəti insanda ola bilməz. Qəflətən göyərçinin birinə güllə dəyəndə onun yoldaşının nə hala düşməsini hamınız bilirsiniz. Yəni ki, bizim bu dədə-baba sağsağanımız. Sağsağan ki, bir ziyankar quşdur. Heyvanın belində bir balaca yara gördü, onu dimdiyi ilə açıb böyük yarıya döndərib, heyvanın ətini dartıb yeyəcək. Sağsağanda bir yaxşı xasiyyət də var. Baharın yağınlıq ya quraqlıq olacağını sağsağanlardan bilmək olar. Sağsağanlar yuva tikən vaxt diqqət eləyin. Yuvanı ağacın başında tikərsə, yəqin bahar quraqlıqla keçəcəkdir. Yox, ağacın qalın yerində tikərsə, bilin, bahar yağınlıq olacaqdır. Mən sizə Hacı Leylək həyatından bir nağıl deyim. Bərdənin yaxınlığında Quzanlı deyilən bir kənd var. O kəndin hər bir böyük ağacına baxsaz, neçə Hacı Leylək yuvası görərsiniz. 10 və 12 yaşım olduğu vaxtlar mən orada yaşayırdım. Bizim həyətdə uca bir çınar vardı. Çınarın başında Hacı Leylək yuva tikmişdi. Bir dəfə ağacın başına dırmaşıb yuvanın içinə baxdım. Yuvada bir neçə dənə yumurta var idi. Mən yumurtaların birini götürüb düşdüm yerə, sonra bir dənə çalağan yumurtası aparıb yuvaya qoydum. Neçə vaxt keçdi? Bir gün gördüm, ağacın başında qiyamətdir. Azından 50-yədək Hacı Leylək cəm olub yuvadakı çalağan balasına tamaşa edirlər. Birazdan sonra leyləklər dişi leyləyin üstünə tökülüb, onun tamam tükünü yolub, özünü də yuvadan götürüb atdılar. Leylək hərçi istəyirdi yuvasına qayıtsın, vurub salırdılar. 2 gündən sonra erkək leylək gedib özünə təzə bir yoldaş gətirdi. Təzə gələn dişi leylək yuvadakı quşların hamısını öldürüb yuvadan yerə saldı və özü yumurtlamağa başladı. Qovulmuş leylək özündə heç bir günah bilməyərək gecə-gündüz yuvasının ətrafında dolanmaqdaydı. Bir gün arvadlar qapıda təndir salıb çörək bişirirdilər. Dul leylək yenə həmişəki tək öz yuvasının ətrafında dolanırdı. Hərdən bir istəyirdi yuvasına gəlsin, əri və təzə gəlmiş arvadı bunu vurub qaytarardılar. Zavallı Hacı Leyləyin dili olsaydı, yəqin ərini və onun sair qohum əqrəbəsini günahsızlığına inandırardı. Nə etsin ki, dili yox idi. Birdən zavallı quş bacardıqca ucaya qalxıb, göyün üzərində bir-iki dövran vurub, güllə tək özünü çırpdı təndirə. Arvadlar çalışıb onu çıxardınca heyvan yanıb tələf oldu. Bu keyfiyyət mənim yadıma düşdükcə özümə heyrət edib deyirəm. Nə üçün mən bu bəd əməli tutub yazıq quşun bu faciəsinə səbəb oldum? Günah uşaqlıqdadır. Yoxsa mən heyvanatın düşməni deyiləm.